Yeni vlogumla sizləri salamlayıram. Bugün sizlərə təmizlik vlogu çəkirəm. Təmizlik etmək üçün də getdim ofisdən, təmizlik vasitələrini ilk öncə götürdüm, gətirdim. Sizlərə biraz da onlar barədə danışmaq istəyirəm. Oksigenli ləkə çıxarıcı persolumuz çox gözəldir. Həm paltarlarda, həm də qablarda istifadə edə bilərsiniz. Tərkibi oksigenli olduğuna görə heç bir zərər vermir. Ürək rahatlığından istifadə edə bilərsiniz. Hətta yucu tozu da. Qeyd etmək istəyirəm ki, bugün mətbəx mebelini təmizləyəcəm deyə ona lazım olan məhsulları sifariş vermişdim. Mebel silən, döşəmə silən, qaz və pletələri təmizləmək üçün nəzərdə tutulmuş məhsulumuz və təbii ki, çaydanlarda olan daşı, ərki təmizləyən belə bir kapsullarımız. Və xüsusi olaraq daima istifadə etdiyim Fabilik salfetləri, istər mebel siləndə, istər şüşə siləndə, istər güzgü, lüstür, hər şeyi adi su ilə belə təmizləyəndə çox gözəl parıltı verən 2 il istifadəyə yararlı salfetlərimiz. Yu, ütülə və yenə istifadə elə. Çox gözəl keyfiyyətlidir, istifadə edənlər artıq bilirlər. Bu arada bizim toyumuz var. Ayın 14-ünə sevgililər günündə toya gedəcəyik. Sumqayıta. Allah bütün bağları xoşbəxt eləsin. Toydan da sizə xırda fragmentləri paylaşacağım. Vlog çəkəcəm. Mən çox sevinirəm, çünki çoxdan toylarda iştirak etməmişəm. Demək olar 1 il olur. İndi isə mən mətbəxi təmizləyim. Siz də qəşəng bir çayınızı dəmləyin, oturun, izləyin. Kanalıma abunə olub, yorum yazıb, videomu bəyənməyi unutmayın. Mən təmizlik işlərini çox sevirəm. Amma son vaxtlarda təmizlik işlərinə çox az vaxt ayırıram. Çünki işim həddindən artıq çox olur. Amma insan zehni işi gördükdən sonra artıq belə bir işlərdən tam başqa bir motivasiya alır. Bütün günü, yəni mənim işim onlayndır və kompüterli telefondan idarə olunur. Ona görə də daha çox yoruluram. Və mənim evimdə ən böyük otaq elə mətbəxdir. Mətbəx mebelim böyüdür və içində də maşallah olsun yetərli qədər məhsul var. Yəni ən çox hara gedirəm, nəyi alıram. Bu xasiyyət məndə hər zaman var. Və bütün məhsulları ortaya çıxardacağam. Sonra bir yandan təmizləyəcəm. Təmizləyəndən sonra qəşəng akuratlı yerləşdirəcəm. Yəni mənim çox xoşum gəlir. Xüsusi olaraq təmizləyəndən sonra oturursan, bir qəşəng çayı dəmləyirsən, o təmiz havada o çayı içirsən, adam özünü çox rahat hiss edir. Mən elə bir xanımlar görürəm ki, öz evində təmizlik eləmir, amma gedib başqalarının evində təmizlik eləyirlər. Yəni belə canla, başla iş görürlər. Şəxsən məndə elə bir xasiyyət var ki, mən gedib başqa bir yerdə iş görə bilmirəm. Yəni mən öz evimdə bu işləri görə bilərəm. Düzdür, harasa gedib kimsə nəsə kömək istəsə, bir köməklik 5-10 dəqiqə eləyə bilərəm. Amma mən elə adamlar görmüşəm, öz evi bərbad vəziyyətdə və gedir başqasına iş görür. Yəni mən heç vaxt bu psixologiyada olmamışam, heç kimə də tövsiyə eləmirəm. Çünki insan öz evini sevməlidir, öz ocağını sevməlidir, öz evin təmizliyini sevməlidir. Mənə bugün böyük qızım kömək eləyir, balacası hazırlıqdadır, oğlum da hazırlıqdadır. Əslində o çatsa, o da kömək eləyirdi. Biz ümumiyyətlə mətbəxi bir yerdə söhbət eləyərək yığışdırırıq. Uşaqlar da mənim üzümü az gördüyünə görə belə bir təmizlik eləyəndə xoşlarına gəlir. Söhbət eləyib yığışdırırıq. Yəni ən çox düzdür, biz hər zaman mən deyirəm ki, uşaqlara daha çox zaman ayırmalıyıq. Amma bugünkü gündə biz daha çox uşaqlarla vaxt keçirsək, bizim qazancımız gəlməyəcək və təbii ki, biz də o çalışmaqlarımızı uşaqların gələcəyinə görə edirik. Bugün məncə bir ailədə bir insan işləyirsə, o ailədə tam olaraq istədiyi hər şeyi əldə etmək olmur. Qeyd etmək istəyirəm ki, hal-hazırda yaşadığım bu mənzili mən çalışdığım Fabilik şirkəti sayəsində əldə etmişəm. Sizə də tövsiyə edirəm. Bayaqları paylaşdığım məhsulları siz də əldə edərək həm indirim qazana bilərsiniz, həm hədiyyə qazana bilərsiniz, həm də ki, mənim kimi 21 gündən bir yüksək gəlir qazanaraq özünüzə mənzil, maşın və daha çox bəlkə başqa arzularınız varsa, onları gerçəkləşdirə bilərsiniz. Həm də burada pulsuz səyahətlər var. Mən artıq 1 il ərzində həm Türkiyəni, həm də Vyetnamı gəzmişəm. Növbəti səyahətimiz isə Kipr səyahətidir. Hələ ölkə daxili bir çox səyahətlərimiz, gəzintilərimiz olub. Ona görə bugün mən deyirəm ki, mən özüm bir evdar xanım olmuşam, heç bir ali təhsilim olmayıb, heç bir təcrübəm olmayıb və bu şirkət mənim qabağıma elə bir şans kimi çıxıb və təbii ki, mən dəyərləndirmişəm. Daxil olanda heç bilmirdim ki, burada gəlir qazancı var. Dedim, alım satan bir 30 manatlıq məhsul satanda ən azı 25 manat ödəyiriksə 5 manat gəlirim qalır. Buna da bir evə qab şampunu alacağam. Bu düşüncə ilə qeydiyyatdan keçmişdim, amma şükür ki, artıq mən o marketing planı oxuyandan sonra özüm bu şirkət sayəsində gəlirə çıxdım. Ona görə də sizlərə də tövsiyə edirəm xanımlar, zamanınızı dəyərləndirin və siz də bizimlə bir yerdə başlayıb çalışıb özünüzə gəlir qazana bilərsiniz. Bu sadəcə bir reklam deyil, sizin gələcəyinizdə əldə edəcəyiniz gəlirlərin başlanğıcıdır.
Belə mən yavaş-yavaş bütün məhsullar çıxardandan sonra qabları yumağa başlayıram. Qızım da yavaş-yavaş şkafları təmizləyir. Çünki o qədər mən işdə olanda çox vaxtı qab yuyur ki, artıq qab yumaqdan bezib. Ona görə də mənim amma çox xoşum gəlir qab yumaqdan arada. Yəni davamlı yox. Mən ümumiyyətlə bir xanım kimi düşünürəm ki, bəzən xanımlar deyir, "Ay mən ev işi bitmir, evdə çox işləyirəm." Həqiqətən elədir. Sən evdə olduqca evdə iş çoxalır. Dayanmadan qab yuyursan, qab olur, təmizləyirsən yenə. Amma sən davamlı bu işləri gördükdən sonra günün sonunda oturub özünə düşünürsən ki, bu gün nə etdim, nə qazandım, heç bir şey. Mənim üçün bu işlər adi bir işlər kimi gəlir. Yəni mən buna iş kimi baxmıram. Mən belə şeylərə davamlı vaxt ayırıb özümü yora bilmərəm. Ona görə də mənim sırf gəlir qazanacaq yerim varsa, bu işləri də çatdıraram, o işi də çatdıraram. Düzdür, elə xanımlar var ki, onların psixologiyasında çox təmizlik var. Yəni mən o qədər təmizlik, yalan deyərəm, çatdıra bilmərəm. Düzdür, yəni orta təmizliyim var, amma vav dərəcədə o bəzən olur ya, xanımlar bir yeri 5 dəfə təmizləyirlər. Yəni o məndə ümumiyyətlə olmayıb, sevməmişəm. Düzdür, əvvəllər kənddə evimiz böyük idi, tam olaraq istədiyim kimi təmizlik edə bilmirdim. Amma burada 2 otaqdır, balaca otaqlardır, həm də mətbəxdir, həm də çöldən toz gəlmir, balçıq gəlmir, təmiz evlərdir. Bir dəfə təmizləyirsən, axşama kimi tərtəmiz qalır. Ona görə də hər birimiz bəzən düşünürük, kənd yaxşıdır, kənddə təmiz ət var, kənddə təmiz çörək var, kənddə nəsə nələrsə var. Amma mən bu fikirlərdən razı deyiləm. Çünki kənddə doğrudan da heç nə yoxdur. Rahat yaşayış yoxdur, təmiz geyim yoxdur. Heç o mən kənddə olanda yeyə bilmədiyim meyvələri mən burada gələndən sonra yeyirəm. Valla kənddə heç uşaqlar üçün gələcəyi də yoxdur. Bir idman zalı yox, bir park yox, bir uşağın gedib özünü inkişaf elətdirəcəyi yer yox. Ona görə də o mühitdə böyüdü uşaq da elə zəif olur, elə açıq olmur, yəni utancaq olur. Yəni belə də böyüyür. Sonra da həyatda çətinliklərlə rastlaşır. Yəni çətin həyat yaşayır. Ən çox da bilirsiniz kənddə olanlar nə deyir? Qız uşağı böyüsün, 16-17 yaşa çatsın, ərə verir, evlənir, ailə qurur, uşağı olur. Amma oğlan uşaqları əskər gedir, 18 yaşında əskərlikdən qayıdır, evlənir, uşağı olur. Yəni orada o mühitdə ancaq bunu öyrənirlər. Orada oxumaq, təhsil almaq, uşaq gələcəkdə bir sənət sahibi olsun, belə şeylər yoxdur. Bizim dövrdə lap çətin idi. İndi ona baxanda düzdür, müəyyən qədər dəyişikliklər var. Görürəm ki, kənddən də maşallah savadlı qızlarımız var, müəllimədir, həkimdir, oxuyurlar, ali təhsil alırlar. Yəni çox hissəsi yox, demək olar 30%. Amma şəhərdə elədir ki, demək olar ki, hər kəs təhsil alır, hər kəs bir sənət sahibi olmaq istəyir, olur daha doğrusu. Ən çox da bilirsiniz, kənddə soruşanda deyir ki, uşağı, qızınızı istəyənlər var, məktəb qurtarmayıb. Amma şəhərdə elədir ki, 11-i bitirdi, 9-u bitirdi. Qızınız harasa daxil olur, haranısa oxuyur. Yəni bu suallarla rastlaşırsan. Ona görə mən ümumiyyətlə bu gündə bilmirəm özüm o çətinlikləri gördüm deyə, bilmirəm özümün kənddən daha indi baxmayında 35 il kənddə yaşayan bir insan olmuşam. Daha çox anlayışım varmı deyə mən bunları deyə bilirəm rahatlıqla. Yəni həqiqətən də mənim kəndə qarşı yəni allergiyam var deyim. Yəni çox heç sevmirəm və heç kimə də tövsiyə eləmirəm. Çünki mən görmüşəm, bəzən görürəm insanlar kənd deyəndə gözləri açılır, istəyir getsin. Orada təkcə gedib 5 gün istirahət etməklə, yəni o kəndin dərinliklərini heç kim bilə bilməz. Ona görə bu gün deyirəm ki, nə varsa həqiqətən də rahatlıq olsun, inkişaf olsun, yaşayış, şərait, hər şey şəhərdə var. Mən demək olar ki, kənddə yaşayanda ayda bir dəfə həkimə gedirdim. Gah bədənim ağrıyırdı, gah ayaqlarım ağrıyırdı, gah soyuq dəymə. Bilirsiniz nəyə görə? Orada iş çox, soyuq hava. Təsəvvür edin ki, paltarı harda yuyursam 1 saat, 2 saat krantın altında. Bu insanın əlindən soyuq sudan gedən o soyuqluq hara gedirdi? Bütün bədəni gedirdi, bədəni işləyirdi. Amma bunu biz hiss eləmirik orada. Bəzən deyirlər ki, ay o kənddə olanda belə sağlam olurlar. Gərək elə işləri görəsən ki, sağlam yaşayasan. Yalan bir şeydir. Bugün bəlkə də mən özüm hiss eləyirəm ki, o vaxt çəkdiyim qədər, yəni əziyyət çəkmirəm. Yəni şəxsən mənim fikrimdir. Düzdür, işləyirəm. Yəni hər gün özüm tənbəl adam deyiləm. Amma orada o işləri görüb, o soyuq havada, o soyuq suyun altında paltar yudum 1 saatı, yəni bəlkə deyərdim ki, şəhərdə bəzi gəlinlər var ki, 1 ayda belə o soyuq dəyməni canlarına çəkmirlər. Ona görə xanımlar,
Heç birinizə burada cavan qızlar izləyirlərsə, heç birinizə tövsiyə eləmirəm ki, kəndə gedəsiniz. İndi kənddə olanlar deyəcək ki, bəs kənd oğlanları hardan alsın? Sevənlər bəlkə də var, istəyənlər bəlkə də var. Kənddə mal saxlamasa biz inək südü hardan içək, qatıq hardan gəlsin, ət hardan gəlsin. Bunları da anlayırıq, amma fərqli-fərqli ola bilər. Peki insanlar var ki, işi nə var şəhərdə gedib kənddə qəşəng rahat oturaram da, beyni sakit, bir inək saxaram, bir qəşəng həyəti süpürərəm, bir özümə sveji kartof əkərəm, yəni təzə kartof, təzə nə bilim nəsə eləyərəm. Belə fikirdə olanlar da ola bilər. Yəni ola bilər, yəni mən bundan da razıyam. Amma yəni şəxsən bugün bu vloqda öz şəxsi fikirlərimi sizlərə çatdırıram. İnsan üstənilən həyatda çəkdiyi əziyyətindən heç kimin xəbəri olmur. Yalnız qıraqdan izləyici kimi izləyə bilərsiniz. Bugün mənim barəmdə o qədər söz eşidirəm. Yəni mən oturub onları düşünsəm, onları xırdalasam çox şeylər olur. Yəni heç nəyə fikir vermirəm. Bugün mənim hal-hazırda qazandığım uğurları bəlkə biz çox insanlar gözü götürmür, deyir. Qıraqdan ay Sevda nə var, Sevdanın bəxti gətirib. Yəni amma bir insan demir ki, Sevda nələrdən keçib, nələri yaşayıb. Misal üçün bax xanımlar belə deyim sizə, əvvəllər çox çətinliyim var idi, çox həddindən artıq xəstələnirdim. Ağladığım vaxtlar var idi, çox həddindən artıq. O vaxtı bir nəfər gəlib demirdi ki, ay insan sənə nə olub? Yəni həqiqətən deyirəm sizə. Amma rahatlığı, xoşbəxtliyi paylaşanda, yəni söz deyən çox olur. Yəni o vaxt bəs hardaydınız? Niyə demirdiniz ki, sənin nəyə ehtiyacın var? Ona görə bu həyata gəlmisinizsə, mən sizə tövsiyə edirəm ki, yalnız özünüzü düşünün. Yaxşı yaşamağınızı düşünün, yaxşı gələcəyinizi düşünün, rahat yaşamağınızı düşünün. Siz necə yaşasanız da insanlar sizdən söz eləyəcəklər. İstərsiniz, necə deyərlər, xoşbəxt həyat yaşayın, istərsiniz ağlamalı həyat yaşayın. Onsuz da sizdən söz eləyəcəklər. Bax, belə deyim sizə, siz yeyib, içib, gəzib, gəzintiləri paylaşsanız deyəcək bəxtəvərdir. Siz əziyyət çəkdiyiniz ağlamalı bir statusda paylaşsanız deyəcək ki, bu bütün günü ağlayır, ancaq negativdədir. Yəni hər cürə, hər türlü söz eləyəcəklər. Ona görə mən ümumiyyətlə xanımlara deyirəm ki, kimə necə xoşdur, elə də yaşasın. Sən yaxşı iş görsən də səndən danışacaqlar, o bəzən deyirlər, bəziləri açıq-saçıq geyinir, onlar belədir. Valla mən bugün o qədər qapalı geyinən insanların gördüyü işlərini görürəm, özüm utanıram. Ona görə sizlərə də tövsiyə edirəm, heç kimə fikir verməyin, beyninizdə nə var ondan addımlayın. Bu arada axşam yeməyi hazırlaya bilmədim, ona görə sevimli sobadan burger sifariş verdik. Uşaqlar sevinir. Uşaqlar burger deyəndə deyirəm, amma mən də kömək eləyəcəm, Amma deyim sizə, sevimli sobanın suşilərini sifariş vermişdim. Heç bəyənmədim. Və bugün də burgerləri sifariş vermişəm. İnanın ki, quru çörək, heç nə yoxdur. Heç kartofu belə normal şəkildə qızartmayıblar. Valla bundan qat-qat gözəlin mən özüm hazırlayaram. Yəni gəlib bu boyda burgerə pul verəsən, amma heç bir dadı olmasın. Nə yalan deyim, yeyə bilmədim. Biraz dadına baxdım, qalandı uşaqlar yedi. Belə yavaş-yavaş mətbəxdə təmizlədik, hamısını yığışdırdıq, qoyduq yerlərinə və təmizlədim, biraz pilososladım yerləri. Çoxu mənə belə videolardan sonra yorumlarda yazıblar ki, siz nəcəb bir robot tosaran almırsınız, siz nəcəb qabıyan almırsınız. Almıram, 2 qızım var özümdə, biz 3 xanımıq evdə. Bizim işimiz nədir? Bəs nədə hərəkət eləyək? Ha tosaranını da bura baxaq. Ha paltar yuyandı, yer saxlamışam mətbəxdə. Ha paltar qabıyanı da ora qoyduq. Bəs biz nə edək? Bizim işimizin adı nə olsun? Ona görə biraz özümüz də hərəkət etməliyik. Ona görə də hələ ki onları saxlamışam. Ala bilirəm, amma özüm almıram. Zamanı gələndə hər şey olacaq. Qızlar böyüyəcək, təhsil alacaqlar, evlənəcəklər. Ondan sonra artıq özüm işə, yəni ki, düşəndə, güc mənim üzərimə düşəndə alacam onları da. Bu günlərdə indirimdə idi əslində. Robot tosaran almaq istədim. Yoldaşım məsləhət görmədi. Sizi ev nədir ki, balaca bir evdir. Heç yarım saat olmur tosaranlayırsan. İnşallah böyük ev olanda böyük evim üçün də robot tosaran alaram.
Deyim ki sizə xanımlar, mən neçə müddətdir fabrikdən götürmüşəm şvabranı. Bugün inanın sizə onun çəkilişini eləyəcəydim. Amma o qədər işim çox oldu, mətbəxdə onu çəkə bilmədim. Amma növbəti videolarda mütləq çəkiliş eləyəcəm. Çünki mən bu şvabraları istifadə eləyirəm, amma inanın ki bir yeri 5 dəfə silirəm. Heç də təmizləmir. Sadəcə sintetik məhsuldur. Ona görə də tam olaraq yəni kafelləri təmizləmir. Belə mən yavaş-yavaş qəşəng sildim, yığışdırdım, təmizlədim, yer elədim. Bax, mən başlanğıcda dedim, oturub o ləzzətlə çay içmək istəyirsən. Bax, bu həmin məqamdır. Çaydanı qoyuram qaza, qaynadıram qəşəng. Hər zaman evi təmizləyəndən sonra oturub çay içirəm. Amma bu dəfə isə axşam saatlarında gördüyünüz kimi burger sifariş verdiyimə görə sabah işdə olacağam. Uşaqlara dolma hazırlayıram. Kələm dolması. İzləsəz kələm dolmasının reseptini də siz də görəcəksiniz. Mən ümumiyyətlə yeməkləri dadlı hazırlayıram balacalıqdan. Demək olar ki 9-cu sinifdən anam xəstə olub özüm hazırlamışam. Anamda xəstəliklər var idi. O vaxtı tez-tez həkimə gedərdi. 10 gün o xəstəxanada qalardı. O vaxtı Rusiya olan vaxtı idi. Yəni nə deyirlər? Rus Soveti deyirlər. O vaxtı yəni həqiqətən də xəstəxanalarda böyük xidmət var idi. Ona görə də anam orada qalırdı. Mənim üzərimə də iş çox düşürdü. Mən yeməyi falan hazırlayırdım. Düzdür, çörəyi alırdıq. Çörək hazırlaya bilmirdim. Amma yemək hazırlayırdım. Ona görə də istər lavaş hazırlamaqda, yəni xəmir yoğurmaqda, belə bir yeməklər hazırlamaqda əlim öyrəşib. Yəni yaxşı hazırlaya bilirəm. Maksimum çalışıram ki, sizlərə vloqları çox çəkim, vaxt elədikcə çəkiliş eləyim və sizlərlə paylaşım. Ümumiyyətlə günlük vloqlar xanımlarımıza çox maraqlı olur. İstər təmizlik, getdiyimiz, gəldiyimiz yerlər, alış-verişlərimiz. Ona görə də növbəti vloqları maksimum çalışacağım ki, qarışıq vloqlar olsun. Günlük nə etdim, nə elədim, hara getdim, hansı işləri gördüm. Qeyd eləmək istəyirəm ki, mənə çox fikirlər gəlir. Xanımlar mənə yazırlar. Mən sizin YouTube vloqlarınızı izləyirəm. Çox sevə-sevərə. Ən çox da görürəm ki, çox bacarıqlı bir xanımsınız. Hər işin öhdəsindən gəlirsiniz. Bəli, biz xanımlar əslində hər birimiz çox güclüyük. Hər bir işin də öhdəsindən gələ bilirik. Hər bir xanıma tövsiyə eləyərdim ki, heç vaxtı özgüvənsiz olmayın. Özünüzə güvənin, özünüzə inanın. Bax, o vaxt həyatınız daha gözəlləşəcək. Özgüvənli xanıma, yəni həqiqətən də həyatda heç kim əngəl ola bilməz. Mən ümumiyyətlə elə bir adam olmuşam ki, sabahı artıq bugündən planlayıram. Yəni mən plansız iş görə bilmirəm. Artıq sabahın planları mənim beynimdə yerləşdirilib. Mən səhər dururam, öz işimi görürəm, öz işlərimi gördükdən sonra gəlib axşamda təmizlik işi, yemək hazır olandan sonra artıq özümü çox rahat hiss eləyirəm. Yəni mən öhdəliyimə düşən bütün vəzifə borclarımı yerinə yetirdim deməkdir. Belə biz artıq dolmalarımızı qəşəng bükürük. Düzdür, dolmalar biraz iri olacaq. Amma evim üçün hazırlayanda hər zaman balaca iri olaraq fikir vermirəm. Basıb bağlayıb qoyuram ki, tək doyumlu bir yemək olsun. Artıq dolmamızı qoyacağıq qazımıza və təbii ki, hazır olanda axşam yeməyəcək, yeməyimizi yemişik. Bu olacaq, xaladenika qoyacağım. Sabah günorta yeməyi. Belə siz də göz haqqınızı halal edin. İzlədiyiniz üçün sizin hər birinizə təşəkkür eləyirəm. Minnətdaram. Mənim bir daha sonda xatırlatma edim ki, növbəti vloqlardan, canlı yayımlardan xəbərdar olmaq üçün kanalıma abunə olun.